Deməli uşaqlar, məqsəd və intensiya görə cümlənin növlərini keçirik. Əvvəlcə başa düşək ki, bu başlıq nə demək istəyir? Biz müəyyən bir cümləni qurarkən qarşımızdakına, qarşı tərəfə həmin cümləni müəyyən bir məqsədlə qururuq. Ya ümumi nəyisə haqqında danışırıq, məlumat veririk, ya bilmədiyimiz nəyisə sual veririk, soruşuruq, ya yüksək hiss və həyəcanımızı ifadə edirik, ya da məsəl üçün nəsihət veririk, arzu eləyirik, düzdürmü? Əmr eləyirik, mənə su gətir, get kitabı gətir. Yəni, o cümləni qurmaqda danışanın müəyyən bir məqsədi var. Həmin cümlə o məqsədə xidmət eləyir. Və sənin məqsədindən asılı olaraq həmin cümləni müəyyən bir intonasiyada deyirsən. Məsəl üçün, mən indi adi intonasiya ilə danışıram. Əsəbləşəndə qışqırıram, düzdür? Olacaq keçir nidaya, yüksək hiss həyəcana keçir. Və yaxud da mən sənə sual verirəm, sabah məktəb olacaq. Görsən, axırda necə gəlir cümlən? Elə biraz uzadıram, düzdür? Sənin məqsədindən asılı olaraq cümlədə intonasiya da dəyişir. Və məqsəd və intonasiyaya görə, yəni deyilişindən asılı olaraq cümlənin 4 dənə növü var. Sən quracağın cümləni 4 növdə qura bilərsən, 4 növdə. Hansılardır? Birincisi, nəqli cümlədir. Nəqli cümlə. İkincisi, sual cümləsi. Nida cümləsi olaraq. Üçüncüsü, əmr cümləsi. Dördüncüsü isə nədir? Nida cümləsi. Nida cümləsi. Deməli, sən cümləni qurarkən həmin cümlənin 4 məqsədi və 4 dənə intonasiyası ola bilər. Hansıdır? Nəqli cümlə qura bilərsən, sual cümləsi qura bilərsən, əmr cümləsi qura bilərsən və nida cümləsi qura bilərsən. Bunların da hərəsinin özünə məxsus işarələri var. Sən sual cümləsi quranda həmin cümlənin axırında nə olur? Sual işarəsi. Sən nida cümləsi quranda həmin cümlənin axırında nə olur? Nida cümləsi. Ən çox işarələrlə yadımızda saxlayırıq. Sən nəqli cümlə quranda nöqtə qoyursan sonunda, düzdürmü? Çünki sən adi danışırsan, suala və yaxud da nidaya ehtiyac yoxdur. Əmr cümləsində də nöqtə qoyulur. Müəllim, bəs biz necə seçək ki, bu nöqtə qoyulan nəqli yoxsa əmr cümləsidir? Yazıram. Əgər əmr şəklində olan feildən sonra əmr şəkli üstəgəl nöqtə varsa, bərabərdir əmr cümləsi yaradır. Qalan nədən sonra nöqtə gəlirsə gəlsin, nəqli cümlə yaradır. Məsəl üçün, nümunə də yazaq. Deyirəm ki, kitabı yerinə qoy, sonra get. Sonra get. Burada mən nöqtə qoymuşam. Baxmaq lazımdır ki, bu əmr cümləsidirmi, yoxsa nəqli cümləsidir. Cümlədən qabağa baxırıq. Nə var? Get. Qoy, yerinə qoy. Bunlar nədir? Əmr şəklində olan feillərdir. Deyirsən, əmr cümləsidir. Amma, məsəl üçün, mən desəm ki, bugün hava soyuqdur, nöqtə. Baxırsan ki, əmr şəklində olan feil var. Nəqlidir. Yoxdur. Soyuqdur, nöqtə. Nöqtədən qabağa baxırsan. Soyuqdur nədir? Sifətdir. Əmr şəklində olan feil yoxdur. Deməli, necə cümlədir? Nəqli. Deməli, nöqtədən qabaqda əmr şəklində olan feil varsa, əmr cümləsi yaradır. Qalan nə gəlirsə gəlsin, ismi birləşmə, isim, sifət, nə bilim, ürəyin nə istəyir də, feili birləşmə. Nə gəlirsə gəlsin, nədir? Nəqli cümlədir. İndi gəl, nəqli cümlə haqqında biraz danışaq. Əslində, bayaqdan danışıram, amma üstündən keçək. Görək, nəqli cümlə nədir? Nəqli cümlə əşya, hadisə, şəxs, haqqında məlumat verir. Bizim gündəlik, bax bu dəqiqə məsəl dərs haqqında məlumat verir. Nəqli cümlələrlə danışıram. Əşyanın, hadisənin, şəxs haqqında məlumat verildiyi cümlələr nəqli cümlələrdir. Adi intonasiya ilə deyilir. Ona görə də sonunda nöqtə qoyulur. Verildiyi cümlədir. Və sonunda nə qoyulur? Nöqtə qoyulur. Bu, deməli, cümlələr ismi xəbərli də olar, feili xəbərli də olar. Dedim, axı, bizdə əmr şəkli olmasın. Qalan ürəyi nə istəyirsə, ola bilər. Deməli, onun kitabları, məsəl üçün, baxaq. Onun kitabları
Məsəl üçün deyirik ki, kitab şkafında idi. Kitab olmasın, olsun. Stolun üstü. Stolun üstündə idi. Nöqtə qoyuramsa, Nə? tutardı getdi. Nəqli cümlədir. Bir dənə yoxlamaq lazımdır ki, qabağında əmr şəklində olan feil yoxdur ki, yoxdur. Üstündə əmr şəklində olan feildir, xeyr. Deməli, necə cümlədir? Nəqli, qutardı getdi. Deməli, uşaqlar, nəqli cümlə əşyanın, hadisənin, şəxs haqqında məlumat verdiyi cümlədir. Adi intonasiya ilə deyilir və buna görə də sonunda nöqtə qoyulur. Nəqli cümlə ilə əmr cümlənin hər ikisinə nöqtə qoyulur. Fərqləndirmək üçün nöqtədən qabağa baxmaq lazımdır. Əmr şəklində olan feil olsa, deyirsən, əmr cümləsidir. Qalan nə gəlirsə gəlsin, deyirik nədir? Nəqli cümlədir. Gəl əmr şəklindən də danışaq. Əmr cümləsindən daha doğrusu. Əmr cümləsi. Əslində dedim artıq. Əmr cümləsi nə bildirir? Gəl ona baxaq. Əmr cümləsi, əmr, xahiş, istək, təklif, nəsihət bildirir. Və bu mənaları verəndə biz adətən feili əmr şəklinə gətiririk. Cümləni elə qururuq. Nəsihət bildirir. Və bu cümlələrdə feil əmr şəklində olduğuna görə sonra da nöqtə qoyulur, deyirik əmr cümləsi. Bir dənə cümlə deyək. Məsəl üçün deyirəm ki, təbiəti qoru, insanları sev, nöqtə. Əmr cümləsi. Uşaqların ən çox səhv saldığı şey budur. Məsəl üçün deyir ki, sən dərsi yaxşı oxumalısan. Deyir, ay müəllim, əmr eləyir də. Yox, əmr eləmir. Sən dərsi yaxşı oxumalısan, nöqtə. Uşaqlar deyir ki, ay müəllim, əmr eləyir də, sən dərsi yaxşı oxumalısan. Və yaxud da sabah məktəbə getməlisən. Və yaxud da nə bilim, bunu bibingilə aparmalısan. Burada bir sən onun mənasına baxana qədər bir yoxla ki, bu əmr şəklindədirmi? Oxumalısan. Bu vacibin şəkilçisi daxil malı ki variant, düzdürmü? Vacib şəklində bu feil. Əmr şəklində deyil. Deməli, bu nəqli cümlə yaradır. Deməli, mənadan qabaq sən bir o feilin quruluşuna baxmalısan ki, bu əmr şəklindədirmi? Əmr şəklində deyilmi? Vacib şəklində olan feili oxşadılar əmrə. Deyir, əmr eləyir də. Sən onun mənasına yox, quruluşa baxmalısan əsas məsələ. Aydındır? Bunu diqqətli olarsınız. Bunu uşaqlar çox tez-tez səhv salırlar. Deyir ki, məsəl üçün, bir söz de. Bir söz de. Nə cümləsidir? Əmr cümləsidir, bəli. Bir söz de. Bu əmr cümləsidir. Bir də əmr cümləsində əmr ədatları da işlənə bilər. Hansı idi? Bax, di, qoy, gör, gəl, ha. Əmr ədatları işlənə bilər. Çünki əmr cümləsidir. Əmr ədatının işlənməyi normaldır. Əmr cümləsində işlənə bilir. İşlənə bilir. Məsəl üçün, bir söz de, bir söz de. Gəl bir söz de. Sonra təbiəti qoru, gəl təbiəti qoru, insanları sev. İşlənə bilir. Deməli, əmr ədatları da əmr cümləsində işlənə bilər. Əmr cümləsinin sonunda nöqtə qoyulur. Necə fərqləndirdik? Əmr şəklindən sonra nöqtə qoyanda olur əmr cümləsi. Başqa nə gəlirsə gəlsin, nöqtə qoyulursa olur nəqli cümlə. Bu ikisi getdi. Tutardıq. İndi gəlirik sual cümləsinə. Sual cümləsi aydındır ki, sual verirsən və yaxud da hər hansısa bir məlumatı dəqiqləşdirmək istəyirsən. Bu cümlələrə, bu məqsədlə verilən cümlələrə sual cümləsi deyilir. Sual cümləsini hansı məqsədlə veririk? Deyirik ki, sual veririk. Bilmədiyin bir şey, yəni soruşursan, ya da nəyisə dəqiqləşdirirsən, ya da nəyisə bilirsən, amma dəqiq bilmirsən. Bu zaman biz sual cümləsini işlədirik. Dəqiqləşdirmək üçün verilir. Sual cümlələri 3 formada yarana bilər. Bunların yaranmasının 3 forması var. Baxaq. 1, 2, 3. Biri ola bilər sual əvəzliyindən. Sual əvəzliklərimiz yadınızdadır. Əsas nitq hissələrinin sualları. Sual əvəzliyini cümləyə qoyanda sual cümləsi yaranır. Sual əvəzliyi ilə.
Sonra sualda aid nə keçmişik? Sual ədatı. Yadındadırmı? Məgər, yəni, bəs, mı. Sual ədatı ilə yarana bilər. Bir də bunların heç biri olmayanda deyirik intonasiya ilə. İntonasiya ilə yaranır. Yəni, sən sadəcə sondakı sözü uzadanda yenə sual vermiş olursan. İntonasiya ilə. Baxaq. Sual yazaq. Deyirik ki, yəni, uşaq qədər də bilmirsən. Baxırsan, bu sual cümləsidir. Bəs nə ilə yaranır? Baxırsan, yəni nədir? Sual ədatı. Deyirsən, mən sual ədatından yaranan sual cümləsi. Nəyə görürsənsə, onunla yaranıbdır. Və yaxud da gəl sual əvəzliyi yazaq. Deyirəm ki, hansı sinifdə oxuyursan? Hansı sinifdə oxuyursan? Burada sual cümləsinə baxanda nə görürsən? Hansı ədatına yaranır? Hansı? Ədat deyil, sual əvəzliyidir. Sual əvəzliyi ilə yaranan sual cümləsidir. Bəs müəllim, ikisi də olsa nə olur? Məsəl üçün, baxaq. Yəni, sən hansı sinifdə oxuduğunu deməyəcəksən. Belə bir cümlə quraq. Hansı sinifdə oxuduğunu. Bəs ikisi də ola bilməzmi? Ola bilər. Oxuduğunu bilmirsən, yəni sən hansı sinifdə oxuduğunu bilmirsən, sual verir. Yəni, sual ədatı da var. Hansı sual əvəzliyi də var. Bu tipli cümlələrə ikisi birdən olanda deyirik kompleks. Yəni, ikisi də bir yerdə olanda adı nədir? Kompleks sual cümləsi. Sual cümləsi deyilir. Kompleks sual cümləsi nədir? Altından yazıram. Həm sual ədatı, həm də sual əvəzliyi olur. Yəni, ikisi eyni anda olanda deyirsən kompleksdir. Yəni, bu da var, bu da var. Həm sual ədatı, həm sual əvəzliyi olanda nə deyilir? Kompleks sual cümləsi deyilir. İndi bu inanmıram düşür, amma yenə də yadınızda qalsın. Sonra, ola bilər ki, müəllim, bunların heç biri də olmasın. Yəni, nə sual ədatı olmasın, nə sual əvəzliyi. Bəs biz cümlə qura bilmirik, qura bilirik. Onda da olur intonasiya. Məsəl üçün, deyirəm ki, dərsini yaxşı oxuyursan, nə ilə qurduq? Baxırsan ki, nə sual ədatı yoxdur, nə də sual əvəzliyi yoxdur. Bu isimdir, bu zərfdir, feilin qabağındadır, bu da feildir. Görürsənmi? Nə ədat yoxdur, nə sual əvəzliyi yoxdur. Nə ilə əmələ gəlir feilin olmayanda? Sadəcə intonasiyanı qaldırırsan. Oxuyursan, görürsənmi? Son cümləni uzadıram və səsimi də qaldırıram. Həmin intonasiya ilə yaranır da. Qabağındakı bilir ki, sən sual verirsən. Məsəl üçün, deyirsən ki, gəl fərqləndirək. Deyirəm, dərsini yaxşı oxuyursan. Halaldır. Bu nəqli cümlədir. Bax, adi intonasiya, düz intonasiya. Dərsini yaxşı oxuyursan. Bu nəqli cümlədir. Bir də deyirəm ki, dərsini yaxşı oxuyursan, bu artıq qarşımdakı bilir ki, mən sual verirəm. Hardan bilir? Mənim o sözü uzatmağımla. Yəni, nədən? İntonasiya. Aydındır? Deməli, sən yalnız intonasiya ilə də eyni cümləni sual cümləsinə çevirə bilirsən. Aydın oldu uşaqlar. Deməli, bu nəqli sual cümləsi, əmr cümləsi. Gəldik nida. Nida dünyada ən asan şeydir. Sonunda nida işarəsi gördüyüm bütün cümlələr nida cümləsi. Nə var burada? Tuardı getdi. Deməli, nida cümləsinə baxaq. Nida cümləsi adından məlum olduğu kimi nə bildirəcək? Yüksək, hiss, həyəcan. Xeyr, ayrı sözlər. Eyni söz olsa tirə qoyardıq. Nida cümləsi də iki yolla yaranır. Biri var yalnız intonasiya ilə. Yəni cümlədə heç nə olmur. Sən sadəcə sual cümləsi kimi intonasiyanı ya əsəbləşirsən, ya sevinirsən, ya təəccüblənirsən, sonuna nida qoyursan. Bu nə yaradır? Nida cümləsi. Yalnız intonasiya ilə. Bir də olur ki, nida cümləsinin tərkibində bizim nitq hissəsi olaraq keçdiyimiz nidalar da ola bilir. Onda da deyirsin, nidanın köməkliyi ilə yaranır. Nidaların köməkliyi ilə. Baxaq. Məsəl üçün deyirəm ki, bura vətəndir.
mütləq qoyulmalıdır bu. Bura vətəndir, nə ilə yaranıb? Yalnız intonasiya ilə. Niyə? Tərkibində nida yoxdur. Və yaxud da deyirəm ki, qorxuram, ayamam. Qorxuram, ayamam, qaranlıqdır. Və bir cümlə yazır. Nə ilə yaranır? Nidanın köməkliyi ilə. Cümlədən nə görürsənsə, deyirsən onun köməkliyi ilə yaranıb. Heç nə görmürsənsə, deyirsən intonasiyanın köməkliyi ilə yaranıbdır. Sonra nə deyə bilərik? Nida cümləsi deməli, nida olmadan da formalaşa bilər. Deyir, nidasız. Yəni, nida nitq hissəsi olaraq deyirəm. Durğu işarəsi demirəm, ha. Nida cümləsinin sonunda mütləq şəkildə durğu işarəsi qoyulmalıdır. Nitq hissəsi olaraq isə ola da bilər, olmaya da bilər. Yaxşı, bu da oldu nida cümləsi. Qutardı getdi. Bir də, məsəl üçün, bu nitq hissəsi olaraq nida var, məsəl üçün, təəccüb bildirən, qorxu bildirən, sevinç bildirən, kədər bildirən. Onların cümlədə işlənməsi o demək deyil ki, o mütləq nida cümləsi yaradır. Məsəl üçün, deyirəm ki, belə deyirəm. Ayamam. Xeyli sevindilər. Belə bir cümlə yazıram. Bunun tərkibində nida nitq hissəsi olaraq iştirak edir. Amma sonuna nöqtə qoyuram. Nəqli cümlədir. Sonundakı işarə rol oynayır. Tərkibində nidanın olub-olmadığı yox. Nəqli cümlədir. Yəni, nitq hissəsi olaraq nidanın cümlədə işlənməyi həmin cümlənin mütləq nida cümləsi olduğuna deməyə əsas vermir. Nida işlənər, sonuna sual qoyar. Sonuna nöqtə qoyar. O zaman işarə ilə sən müəyyənləşdirirsən ki, hansı cümlədir? Bu nəqli cümlədir. Və yaxud da deyirəm ki, vay vay, görəsən qorxmurlar. Bəzən uşaqlar deyir, ay müəllim, nida var da, nitq hissəsi olaraq. Niyə nida cümləsi deyil? Çünki axırındakı durğu işarəsi fərqlidir. Vay vay, görəsən qorxmurlar. Bax, sual cümləsidir. Aydındır, nitq hissəsi olaraq nida cümləsinin də tərkibində işlənir. Digər hamısının da tərkibində işlənə bilər. Sadəcə, nida cümləsinin tərkibində işlənəndə deyirik, nidanın köməyindən yaranıb, qutardı getdi. Bu, o demək deyil ki, elə nida olan cümlə mütləq nida cümləsi olmalıdır. Xeyr, elə bir nəticəyə gələ bilmərik. Bir dəfə də ümumiləşdirək. Deməli, nida işarəsini gördüyün cümlə başını ağrıtmadan deyirsən ki, nida cümləsidir. Amma xitabdan sonra qoyar birdən. Diqqətli olmaq lazımdır. Xitabdan sonra qoyulan nida cümləsi artıq orada sadəcə olaraq durğu işarəsidir. Nida cümləsi yaratmır. Nida cümləsidir. Nida gördüyün cümlə nida cümləsidir. Sual gördüyün cümlə sual cümləsidir. Burada beynini yormağa ehtiyac yoxdur. Biz biraz çox getdik. Nöqtə gördüyün cümlə əgər nöqtədən əvvəl əmr şəkli varsa, əmr şəkli olsa, əmr cümləsi olmasa, yəni qalan nə gəlirsə gəlsin, fərqi yoxdur. Olmasa, nəqli cümlədir. Qutardı getdi. Deməli, səndən soruşanda axırdakı işarələrə baxasan. Nida olsa nida cümləsi, sual olsa sual cümləsi, nöqtə də olsa, nöqtədən qabaqda əmr şəkli varsa, əmr cümləsi olmasa da nəqli cümlə. Dərs bu qədər.